Gərginlik pik həddə çatdı. Amerika Birləşmiş Ştatları İranın nüvə obyektlərini hədəf alır. Amerika Birləşmiş Ştatlarının İrana qarşı mümkün hərbi əməliyyat planı hazırdır. Məlumatı İran International yayıb. Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığının sabiq rəhbəri və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru David Petraeus bildirib ki, İranın nüvə obyektləri və hərbi bazaları Vaşinqtonun hücum planlarında əsas hədəflər sırasındadır. Onun sözlərinə görə Birləşmiş Ştatlar ordusu İranın nüvə infrastrukturu ilə yanaşı ölkənin hava hücumundan müdafiə sistemlərini və raket bazalarını da zərərsizləşdirmək gücündədir. Petraeus əlavə edib ki, İranla bağlı hazırlanan bu plan 15 il əvvəl formalaşdırılıb və mütəmadi olaraq təkmilləşdirilir. İranın 3 şəhəri təhlükədə. Trump Bakının narahatlığını bu qərarla sonlandıra bilər. İranın nüvə proqramının tamamilə dayandırılması, həmçinin bu ölkənin Yəmən, Livan, Qüds, Suriya ərazilərindəki proksilərinin tamamilə məhv edilməsi, eyni zamanda Hörmüz boğazında və Fars körfəzində İranın hərbi iştirakının məhdudlaşdırılması Birləşmiş Ştatlar və İsrailin əsas hədəfləridir. Bu sözləri deputat Elçin Mirzəbəyli deyib. O bildirib ki, Vaşinqtonla Təl-Əvivin bu hədəflərindən əl çəkmələri hazırda inandırıcı görünmür. Ümumiyyətlə, İrana qurudan müdaxilə ediləcəyini gözləmirəm. Çünki bu halda müdaxilə edən tərəf ciddi müqavimətlə və itkilərlə qarşılaşa bilər. Həmçinin qurudan hərbi müdaxilənin, hətta İranın mövcud dini siyasi rejimindən narazı qüvvələrin də konsolidasiyasına zəmin yaradacağı ehtimalı çoxdur. Amma İrandakı etnososial durum tamamilə fərqlidir və müəyyən istisnalar olmaqla bu ölkənin ən böyük xalqlarının, Türklərin və Farsların birbaşa hərbi təcavüzə reaksiyası fərqli, hətta gözlənilməz ola bilər. Zənnimcə burada məsələnin həm də emosional qavrama tərəfinə diqqət yetirmək lazımdır. O baxımdan Birləşmiş Ştatlar prezidenti Donald Trump Tehranın sərt siyasi reaksiyalarına cavab kimi hücum qərarı verərsə, istisnasız olaraq mülki əhaliyə və hətta ordunun şəxsi heyətinə ziyan vurulmaması üçün nöqtə zərbələrinə üstünlük veriləcək. Əgər Birləşmiş Ştatlar İran ərazisinə hava zərbəsi endirmək qərarı versə, ilkin olaraq nüvə proqramı ilə bağlı olan ərazilər, yəni Natanz, Fordov və Araqdakı obyektlərin hədəfə alınması mümkündür. Bu obyektlər yerin dərin qatlarında yerləşdiyindən zərbələrin xüsusi bunker-booster bombaları ilə endirilməsi ehtimal olunur. O cümlədən hərbi hava qüvvələrinin Mehrabad, Desful və Bəndər Abbasda yerləşən bazaları, Sepahın xüsusilə Tehranda olan qərargahları və raket bazaları hədəfə alına bilər. Deputat bildirib ki, İranın Birləşmiş Ştatlarla qarşı durmasında bundan öncəki təcrübəsini də nəzərə almaq lazımdır. Reallıq isə ondan ibarətdir ki, İran geri çəkilməyəcəyi təqdirdə müdaxilə qaçılmaz olacaq. İranın dini siyasi rejimi isə geri çəkilməyin üslubunu tapmağa çalışır. Yəni necə etsin ki, həm geri çəkilsin, həm də daxili auditoriyanı geri çəkilmədiyinə inandırsın. Məsələnin mürəkkəb tərəfi də buradadır. Düşünürəm ki, hadisələrin gedişatı barədə nəticə çıxarmaq üçün təxminən bir ay gözləmək lazım gələcək. Güney Azərbaycanlı siyasi şərhçi Mehdi Nəimi mövzu ilə bağlı açıqlamasında bildirib ki, əgər total bir müharibə, müdaxilə olarsa, bu insanların xaricə axın etməsini daha da sürətləndirəcək. Lakin hələlik belə bir hərbi müdaxilədən söhbət getmir. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının İrana hücumu deyərkən, total müharibədən çox lokal müharibə ssenariləri nəzərdən keçirilir. Birləşmiş Ştatlar İranı zəiflətmək istəyir. Bunun üçün isə strateji obyektləri vurmaq daha məqbuldur. O ki qaldı Azərbaycana. Rəsmi Bakı son illərdə Güney Azərbaycana sözün əsl mənasında sahib çıxır. Söhbət Güney Azərbaycanlıların hüquqlarının qorunması, onların uğradığı haqsızlığa çıxarılan səsdən gedir. Bu proses çox yaxşı təşkil edilir. 44 günlük müharibədən sonra biz bunu daha yaxşı hiss etməyə başladıq. Güney Azərbaycan İrana müdaxilə olsun ya olmasın, ayaqlanmağa hazırlaşır. Bunu son zamanlar baş verən aksiyalarda sübut edir. Hesab edirəm ki, bu gec-tez Güneyin müstəqil olması ilə nəticələnəcək. Ermənistan və Fransa hərbi sənaye əməkdaşlığının inkişafını müzakirə ediblər. Ermənistan Sənaye Naziri Mextar Ayrapetyyan Paris səfəri çərçivəsində Fransanın Silahlanma İdarəsinin baş direktoru Emmanuel Şiva ilə iki ölkə arasında hərbi sənaye əməkdaşlığının inkişafı məsələlərini müzakirə edib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Görüşdə tərəflər texnologiya mübadiləsi proqramlarının başladılması imkanını müzakirə ediblər. Bundan əlavə, Ermənistanda müdafiə texnologiyalarının inkişafı ilə bağlı məsələlər və digər mövzular müzakirə olunub. Ankara'dan Bakıda narahatlıq doğuran iki həmlə reallıqdan uzaq yanaşmadır.
Türkiyə-Fransa yaxınlaşmasını Ermənistan kontekstində deyil, Avropa İttifaqı ilə münasibətlər və geosiyasi aspektdən dəyərləndirmək lazımdır. Bu sözləri Türkiyəli general sabiq hərbi attaşe Yücel Karayüz Hakan Fidanın Fransa səfərini şərh edərkən deyib. O bildirib ki, Avropanın təhlükəsizlik böhranı və mümkün Rusiya-Ukrayna atəşkəsindən sonra Kiyevin sərhəddə Türkiyənin sülhməramlı missiyasına ehtiyacı olacaq. Türkiyə regional güc olaraq yaxın bölgələrdə baş verən siyasi hadisələrdən kənar qala bilməz. Buna görə də bütün ölkələrlə lazım gəldikdə müzakirə aparır. O baxımdan Hakan Fidanın Fransa səfəri bu ölkə ilə yaxınlaşma mənasına gəlmir. Hətta deyərdim ki, bu bir qədər reallıqdan uzaq yanaşmadır. Ermənistan-Türkiyə münasibətləri Paris-Ankara danışıqlarının müzakirə predmeti deyil. Bu məsələ müzakirə edilsə belə Azərbaycanın narahat olması üçün heç bir əsas yoxdur. Siyasi şərhçi Əli Zülfiqaroğlu isə deyib ki, Azərbaycanla Türkiyə iki qardaş ölkə, eyni zamanda strateji müttəfiqdir. Buna görə də atılan addımlar müttəfiqlik ruhuna uyğun olmalı və ona xələl gətirməməlidir. O baxımdan düşünürəm ki, ən azı Ermənistanla sülh müqaviləsi imzalanana qədər Ankara Azərbaycana birbaşa aidiyyatı olan məsələlərlə bağlı xarici siyasətini Bakı ilə koordinasiya etməlidir. Məsələn, Ermənistanla sərhədlərin açılması ilə bağlı Azərbaycanın konkret mövqeyi var. Hesab edirəm ki, Ermənistanla sərhədlərinin müvəqqəti açıldığı deyilsə də, buna rəsmi aydınlıq gətirilməsinə ehtiyac var. Fransa İrəvanın böyük himayədarlarından biridir. Bu mənada düşünürəm ki, Ankara-Paris əlaqələri Azərbaycana zərər verməməlidir. Digər tərəfdən bir sıra mövzularda, xüsusilə erməni məsələsində Azərbaycanla Türkiyənin maraqları üst-üstə düşür. Ermənistanın hələ də Türkiyəyə qarşı rəsmi ərazi iddiaları var və bunun ortadan qaldırılması vacibdir. Həmçinin qondarma erməni soyqırımı məsələsi ilə bağlı Türkiyəyə ən böyük dəstəyi Azərbaycan verib. Ona görə də bu istiqamətdə rəsmi Bakının maraqları elə Ankaranın maraqları deməkdir. İran müttəfiqlərinə xəyanət edir. Tehran Amerika Birləşmiş Ştatları ilə gizli anlaşma içindədir. Ötən gün Amerika Birləşmiş Ştatları Yəmənin Husi qiyamçılarının nəzarəti altında olan obyektləri və hərbi bazaları hədəfə alıb. Bu zərbələr nəticəsində Husi Daxili İşlər Nazirinin müavininin köməkçisi ölüb. Amerika Birləşmiş Ştatları və İsrail Qəzzada Həması, Livanda isə Hizbullahın liderlərini və aparıcı qüvvələrini sıradan çıxardığı kimi, Yəməndə də Husilərin liderlərini və aparıcı qüvvələrini sıradan çıxarmaqla məsələni yekunlaşdırmağa çalışır. Bu sözləri Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib. O, Livanda Sepah komandirlərindən birinin öldürülməsinin İran üçün örnək olduğunu bildirib. Tehran hakimiyyəti buna görə də regiondan qüvvələrini çıxarmağa çalışır. Rəsmi Tehran həm də İsrail və Amerika Birləşmiş Ştatlarına danışıqlarla bağlı ismarış göndərdi. Heç də təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Reuters'e müsahibəsində İranın birbaşa danışıqlar istədiyini bildirib. İranın vasitəçilərlə Vaşinqtonla əlaqə yaratmaq cəhdlərinə ehtiyac olmadığını da diqqətə çatdırıb. Trump İranın vasitəçilər fonunda danışıqlara əlavə şahidlər cəlb etməyə çalışdığını düşünür. İran isə Amerika Birləşmiş Ştatları ilə hərbi qarşıdurmadan çəkinir. İran rəsmiləri müxtəlif formalarda müharibə niyyətində olmadıqlarını bildirirlər və bir növ Amerika Birləşmiş Ştatları şərtləri ilə razılaşdıqlarını etiraf edirlər. İranın Husilərdən uzaqlaşması, Tehranın Amerika Birləşmiş Ştatları qərblə yaxınlaşması və anlaşması üçün növbəti addım sayıla bilər. Ümumiyyətlə, yaxın günlərdə Amerika Birləşmiş Ştatları, İran, İsrail qarşıdurması baş verməyəcək. Amma vasitəçilik yaxud da vasitəçi olmadan İran, Amerika Birləşmiş Ştatları arasında 1-2 ay ərzində danışıqların olması istisna edilmiş.